Salam dostlar. Təzə bir proqnozla sizləri xəbərdarlıq etmək istəyirəm. Kimlərsə inanmaya bilərsiniz, zaman sizə bunu göstərəcək. Bu ilin sonuna qədər dünya üzərində 3 bölgədə ayrı-ayrı mən böyük deprem, yəni zəlzələləri hiss edirəm. Bunlardan da biri Müslüman ölkədir, bizə çox yaxın olanlardan. Amma hansı ölkə olduğumuzu mən tam olaraq tutmuram. Çünki bizim əraziyə yaxın bir bölgədə də çox böyük bir zəlzələ olacağını hiss edirəm. Bunu mənim analizlərim yox, hisslərim deyir. Bugündən ilin sonuna qədər hər an ola bilər. 3 ayrı bölgədə ardıcıl olaraq büyük zəlzələlər olacaq. Son 50-100 ilin Azərbaycanda büyük seller hiss edirəm. Çox büyük seller, daşqınlar. Azərbaycan üçün bunu deyəcəm. Türkiyə savaşa qatılacaq noyabr aylara qədər və o aylarda. Bir də 3 ayrı bölgədə təzədən xəbərdarlıq edirəm. Büyük zəlzələ hiss edirəm. 2026-cı ilin hansısa aylara qədər bugündən dünya savaş və dərhal hər an başlana bilər. Onu sizə demişəm, xəbərdarlıq edirəm.